Dərin şəfa duası. Bismillahirrahmanirrahim. Ya Hak, pul bəzən mənim üçün yük, bəzən günah, bəzən layiq olmama hissi oldu. Bu his mənim bolluğu qəbul etməyimə mane oldu. Özümü dəyərsiz hiss etməyə sövq etdi. Muhammed Nur bilincində mənə xatırlat. Pul yalnız vasitədir. Günah və yoxsulluq mənim haqqım deyil. Bütün köhnə günahkarlıq və layiq olmama proqramları şəfqətlə görünür və buraxılır. Mən indi pulumu sevgi və təvazu ilə qəbul edirəm. Özümü layiq görürəm. Amin. Niyyət edirəm ki, pul ilə bağlı günahkarlıq və layiq olmama hissi şuurumdan və bədənimdən həll olunsun. Niyyət edirəm ki, mən öz pulumu rahatlıqla qəbul edim, özümü sübut etmədən də layiq biləm. Niyyət edirəm ki, bolluq mənim üçün təhlükəsiz, sevgi ilə dolu və halal olsun. Bu niyyət ilahi aşk portalında Muhammed Nur bilincində tam uyğunluqla açılsın. Oldu, olduruldu. Şükür. Dərin suallar. 1. Pul ilə bağlı ilk günahkarlıq hissim nə zaman başladı? Kim mənə pulun günah olduğunu öyrətdi? Pul üçün layiq olmadığımı düşündüyüm anlar hansılardır? 4. Bolluq məni kimdən qorxudurdu? Özümü sübut etmədən pul qəbul etsəm nə dəyişər? 6. Həyatımda artıq hansı bolluğu qəbul etmişəm? Bu gün pul ilə bağlı hansı inancı buraxa bilərəm?